Biz bugün deməli pişiririk kuzu nar qovurma şabalıt ilə. İndi soğan qovurmuşuq, biz bunu atacağıq indi ət. Kuzu ətimizi biz qabaqcadan pişirmişik. Çox qəşəng ətimiz bugündür. Sonra bunun üstünə vururuq biz nar. Kəsiləcək, bunu qoy qırağa. Bir də şabalıtda vuram. Duz istiyot verin uşaqlar. Все. Qoy indi pişsin. Nar biraz pişəndə biz bunun üstünə zoğal palçıq əlavə eləyəcəyik. Bir dəqiqə. Müəllimə, o zoğal palçığı narın suyu ilə əvəz eləmək olar? Yox. Nar şarabı da yox. Bunu zoğal getməlidir. Əslində narın suyu siz çox vursa o rəng onu vermir. Sıxa bilərsiniz. Dadına baxaraq qəşəng alınacaq. Amma rənginə görə biz restoran sistemdə rəngi qəşəng olsun deyə biz bunda zoğal palçıq vururuq ki, görünüş qəşəng olsun. Nar suyu sıxıb vura bilərsiniz, amma o rəng alındıra bilməzsiniz. Hə, solğun olacaq, amma dadı çox qəşəng olacaq. İndi biz bunu pişiririk ki, nar dənələri biraz pişsin, dadı çıxsın, sonra biz əlavə edib zoğal palçığını götürəcəyik. Biraz üzünə gəlsin, açılsın.